bir məsələni də demək istəyirəm ki, mənim qardaşlarım əslində, yəni heç vaxt Azərbaycana 3 ildə, 5 ildə bir gələrdilər. Bəli. Rusiya-Ukrayna müharibəsi başlayanda 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayanda orada biznes də müəyyən mənada çökdü. Qazanclar azaldı, işlər azaldı və s. Və o zaman kimlərinsə dəvəti ilə, indi burada dostları, tanışları var, gəl Azərbaycanda, Qarabağda tikinti gedir. Gəl gedək biz də orada iş görə bilərsən və s. gətirib burada pul qoysan, sən də işləyə bilərsən. Rusiyadan burada daha yaxşıdır. Biznesmen də harada pul qazana bilər, həmişə düşünür bunu. Yəni bu onun təbii haqqıdır. Gəlibmi buna? Və mənim qardaşlarımın da, bacılarımın da, qohumlarımın da bizneslə məşğul olmaq haqqları var və bunlar büdcədən maliyyələşməyib ki, bunlar büdcədən pul almır ki, bunlar Azərbaycandan pul qazanmayıb ki, bunlar Rusiyada pul qazanıblar, 5 manat qazanıblar, 1 manat qazanıblar, qazanmayıblar, Rusiyada qazanıblar. Və Azərbaycana da nəsə gətiriblərsə, o da orada qazandıqlarıdır, burada 1 manat pul yiyəsi olmayıblar. Və o pullarını bura gələndə, gətirəndə də, və indi bir çoxlar yazırdı ki, tender udublar. Mənim qardaşlarım 1 manat da tender udmayıblar. 1 manatlıq da olsun tender udmayıblar. Tenderə müraciət etməyiblər də. Sadəcə olaraq Qarabağda kiminsə udduğu tenderdə bunlar da gedib bir qulpundan yapışıb iş görmək istəyiblər. Yəni buna nə deyirlər? Subpadriyat deyirlər. Bizim dildə buna nə deyirlər? Podratçı, subpodratçı. Kimsə udub, bu da gedib müəyyən bir 5-10 dənə hissəsini götürüb orada işləyib. Sizin amma bu məsələyə heç bir qatqınız, yaxud müdaxiləniz deputat kimi yoxdur? Bir manat da pul qazana bilməyiblər. Gətirib pullarını ora qoyublar, pullarını geri ala bilməyiblər hələ də. Hələ də qalıb, çünki orada müəyyən məsələlər oldu. İndi mən ona qayıtmaq istəmirəm, amma adam gəlib pulunu burada qoyduğu pulunu burada itirib. Adam qoyduğu pulunu burada itirib. Və o sonra qayıdıb getmək istəyirdi və bezdi. Çünki bu düşünürdü ki, həmişə deyirdi ki, Azərbaycanda biznes eləmək daha asan olar Rusiyadan. İndi gördük ki, heç də bu asan deyil, çətindir. Çünki burada indi onun, o Rusiyada biznesi bilib, burada indi çalışları da çox deyil. Yəqin ki, qanunları da düzgün, indi bu biznesi qurmaq üçün deməyən gəliş-gelişləri bilməsən. Bu Azərbaycan da burada hər bir şey ilə qanunda yazıldığı kimi bəzən də olmuş. Və o, burada bir çox insanlar ona təklif eləyib. Heç mənim bu məsələlərə qarışmamışam və mən bugün də hətta qardaşımlardan qınıyıram ki, insanlar var, gəlir məndən məsləhət alır ki, razı bunu edə getməyək, sən heç gəlin mənlə məsləhətləşmədin də. Mən sənə deyərdim, heç olmasa tanıdığım adamları və bir nəfər ondan 1 milyon pul alıb, ona bir tələduzluq eləyib və o adamın özü də imişidəndir, keçmiş deputat Əhəd Əhmədov və onunla bərabər 3 nəfər. Mən bunu heç vaxt deməmişdim, sadəcə olaraq bunu bugün deməyi məqbul bildim. Və o da hüquq mühafizə orqanlarına müraciət etmişdi. Yəni, tikinti tikərəgadı ilə almışdı və dövlət adından saxta kupçalar veriblər ona. Mən ondan sonra bilmişəm, heç mənim bundan xəbərim olmayıb ki. Və ona saxta kupça ev sənədləri veriblər. İş indi də yəni hüquq mühafizə orqanlarındadır və o pulun ondan 2/3-ni geri ala bilib. Hüquq mühafizə orqanlarının köməkliyi ilə. Qalanı da hələ də prokuraturada, polisdə, məhkəmədə, orada-burada işləridir. Adam gəlib burada, Azərbaycana gəlib iş görməyə, yəni bu cür problemlərlə üzləşib. Və bugün insanlar, və yenə də mən tamaşaçılara da, insanlara da müraciət etmək istəyirəm ki, birinci növbədə heç vaxtı siz adi insanla büdcə təşkilatını qarışdırmasınlar. Mənim qardaşım oğlu, qohum, əqrabam hansısa bir dövlət işində işləmir və dövlətdən büdcə təşkilatına rəhbərlik eləmir ki, desinlər ki, büdcəni filan yerə yönəltdi və dövlətdən pul alır. Axı bunlar dövlətdən pul almayıblar, bunlar dövlətdən maliyyələşməyiblər, bunlar özləri öz ayaqlarının üstündə dayanıblar. Dediyim kimi, borc alıb gediblər Rusiyaya, 80-ci illərdən orada yaşayırlar, ora vətəndaşıdırlar. Yəni, indi bu insanlar niyə onları qınamalıdır?